Bu Focus Point videosunda biz xana ünvanları barəsində, yəni cell reference barəsində danışacağıq. Nəzərinizə çatdırım ki, Focus Point videoları dərslərdən kənar Excel barəsində lazım məlumatların verilməsi üçündür. Exceldə xana ünvanları, yəni cell reference formulaların necə işləyəcəyini müəyyən edən əsas anlayışlardan biridir. Xana ünvanları 3 növə bölünür. Nisbi, mütləq və qarışıq xana ünvanları. Hər birinin istifadə qaydası və funksiyası fərqlidir. Nisbi ünvan, yəni relative reference, ən çox istifadə olunan növdür və A1 şəklində, əgər xanadırsa, A1, diapazondursa, A1, B1 formasında yazılır. Bu tip ünvan formulu başqa xanaya köçürüldükdə avtomatik olaraq dəyişir. Məsəl üçün qeyd edəyim biz bərabərdir B1 hansı bir xanaya bu formulu yazdıq. Biz aşağı doğru çəksək və yaxud da onu copy-paste etsək, aşağı xanaya sürüşdüyü üçün B2 formatını alır. Yəni, həm sətr, həm də sütun nömrəsi yeni mövqeyə uyğun olaraq dəyişir. Məsəl üçün, deyək ki, bunu sağa doğru da çəkə bilərik. Bu zaman hansı ki, sütun dəyişəcək. Gördüyünüz kimi B1 oldu C1. Mütləq ünvan, yəni absolute reference isə dollar işarəsi ilə göstərilir. Burada gördüyünüz kimi xanadsa dollar A, dollar 1 və yaxud da diapazondursa bu formada yazılır. Bu halda həm sütun, həm də sətr sabit qalır. Formula haraya köçürülməsindən asılı olmayaraq həmin xana dəyişmir. Misal üçün göstərək, D10 xanasındakı formulanı biz aşağı doğru çəkməzdən əvvəl sabitləyək. Sabitlədik. İndi isə onu aşağı doğru çəkdiyimiz halda baxacaq ki, yuxarıda olan formula aşağıda olduğu kimi qalmışdır. Qarışıq ünvan, yəni mixed reference, nisbi və mütləq ünvanın birləşməsidir. Bu zaman ya sətr sabit qalır, ya da ki, sütun sabit qalır. Dollar A1 və yaxud da A dollar 1 formasında yazılır. Dollar işarəsi sütunun qarşısındasa sütun sabit qalır, sətr dəyişir. Və yaxud da dollar işarəsi sətrin qarşısındadırsa, sətr sabit qalır, sütun dəyişir. Misal üçün, burada biz C sütunun qarşısında dollar işarəsini qoyduğumuz halda aşağı doğru çəksək, sətr dəyişəcək. Çünki sətri daha doğrusu sabitləməmişik. Və yaxud da bu formulanı sağa doğru çəksək, burada da olduğu kimi qalacaq. Bir şeydə nəzərinizə çatdırım ki, funksiyalar sağa sola doğru hərəkət olunan zaman sütunlar dəyişir, yəni sətirlər dəyişilmir və yaxud da yuxarı aşağı doğru dəyişilən zaman sütunlar dəyişmir, sətirlər dəyişir. Burada onun üçün sütun onsuz da sabit qalır, sətr də sağa sola dəyişən zaman dəyişmədiyi üçün olduğu kimi qalır. İndi isə dəyişək, sətri, daha doğrusu sütunu qarşısına heç bir şey yazmayaq, amma sətri sabitləyək. Bunu aşağı çəkdiyimiz zaman sətr olduğu kimi qaldığı üçün qalacaq. Bildiyimiz kimi aşağı yuxarı çəkdiyimiz zaman da sütun dəyişmədiyi üçün formula olduğu kimi qalacaq. Lakin biz bu formulanı sağa doğru çəksək, sağa sola hərəkət zamanı sütunun ünvanı dəyişdiyi üçün burada sütun dəyişəcək. Lakin sətri sabitlədiyimiz üçün sətr olduğu kimi qalacaq. C oldu D. Excel'də xana ünvanlarının, daha doğrusu formula vasitəsində xana ünvanlarının üzərində olarkən F4 düyməsindən istifadə etsəniz, xana ünvanların növləri üzrə keçidlər edəcək. Gördüyünüz kimi F4-dən istifadə edərək müxtəlif, yəni nisbi, mütləq və qarışıq xana ünvanların növləri keçid edə bilirik. Beləliklə biz öyrəndik ki, Excel'də nisbi, mütləq, qarışıq ünvanlar formulaların dinamik və ya sabit işləməsini təmin edir. Onların düzgün seçilməsi hesablamaların dəqiqliyini və rahat tətbiqi üçün vacibdir.